Salam, sınaq 2-nin izahına baxırıq. Birinci sualdan başlayaq. Birinci sualda bizə deyir ki, 100 min ədədi verilib. Fərqli formada necə yaza bilərik biz bunu? 1000 ədəd 100-lük deyə bilərik. Variantlardan seçirik. Cavab B variantı. İkinci sualda ədəd verilib və deyir ki, hansı rəqəmlərinin yerini dəyişsəz, verilmiş ədəd 900 min vahid azalacaq. Bunun üçün də verilən ədəddən 900 min çıxırıq. 900 min çıxandan sonra görürük ki, 6 ilə 7 rəqəmlərinin yerləri dəyişilib. Cavab B variantı. Dəyişsə əgər bu halda olacaq. Cavab B variantı. Nömrə 3-də deməli, burada fərq eynidir. Yəni, ardıcıllıq eyni qədər artıb. Hamısı 5-5 artıb. Çünki 23, 28 olubsa 5 vaid artıb. 28, 33 olub. Yenə 5 vaid artıb. 5 vaid artıb. 33-ü də 5 vaid artırsaq, 5 vaid artırsaq, A ədədini alarıq. A ədədi 38 olacaq. A ədədini tapandan sonra müəyyən bir ardıcıllıq davam eləyib və CB ədədlərini verib bizə orada. Biz daha bu ədədləri bilmirik. Amma bildiyimiz bir şey var ki, bunlar arasındakı fərq 5-dir. Yəni, C çıxılsın B 5-dir. Onda 38 ilə 5-in cəmini istəyir bizdən. 38 üstə gəlsin 5, 43 cavab C variantı olacaq. Dördüncü sualda ardıcıllıq verilib və bu ardıcıllıqda eyni qədər artıb. Fərq eynidir. Yəni, 32, 38 olubsa fərqi biz buradan 6 tapırıq. Belə bunu 6 artırandan sonra A ədədini tapırıq. A ədədi 56 eləyir. A ədədini tapandan sonra, daha sonra bizə şərtdə deyir ki, mavi dairədəki ədəddən qırmızı dairədəki ədədə çıxsan 72 alarsan. Mavini hələ bilmirəm. Əgər hər hansı bir ədəddən 32 çıxsam 72 alıramsa, onda mən 32 ilə 72-ni toplayaram, mavi dairəni taparam. Mavi dairə 104. 104 yazandan sonra biz fərqi bilirik. 6-dır. Onda 104-dən bu dəfə geri gedirik. 104-dən 6 çıxırıq. 98 tapırıq. 98-dən 6 çıxırıq. B ədədini tapırıq. B ədədi də olur 92. Və bizdən A və B ədədlərinin cəmini istəyirdi. Cavab 148, yəni C variantı. Keçirik növbəti səhifəyə. Deməli, 5-ci sualda deyir ki, ən böyük 2 rəqəmli ədəd 99-dur. Biz bu ədədi axtarırıq. Variantlardan seçmə üsulu ilə A variantını yoxlasaq, cavabı alırıq. Cavab A variantı. 6-cı sualda 2 dənə natural ədədin cəmi 10-dur. Bunu yadda saxlayın ki, əgər 2 ədədin cəmi 10 verilibsə və hasilin ən böyük qiymətini istəyirsə bizdən, bu ədədləri maksimum bir-birinə yaxın götürməliyik. Əgər 2 ədədin cəmi 10-dursa, hasilin ən böyük qiyməti yaxın götürsək, 5 5-dir. Çünki 5-in üstünə 5 gələndə 10 eləyir. 5 vur 5, 25. Hasilin ən böyük və ən kiçik qiymətlərinin cəmini istəyir. Ən kiçik qiymətini tapmaq üçün bu ədədləri bir-birindən maksimum uzaq götürün. 1 ilə 9 götürmüşəm. Cəmi 10 eləyir, hasili də 9-dur. Ən kiçik qiymət deməli oldu 9. Yəni, bu ədədlərin hasilinin ən kiçik qiyməti oldu 9. Və hasilinin ən böyük qiyməti də oldu 25. Bunların cəmini istəyirdi bizdən. Cəmi də olur 34. D variantı. 7-ci sualda 4 dənə ədəd verib bizə. A və C ədədlərinin hasilini 24 verib. B və D ədədlərinin cəmini isə 15 verib. Və bizə deyir ki, A ilə B-nin cəminin ən böyük qiymətini tapın. Biz bilirik ki, əgər cəmin ən böyük qiymətini bizdən istəyirsə, onda mən toplananların hər ikisinin, yəni A-nın da, B-nin də ən böyük qiymətini tapmalıyam. A-nın ən böyük qiyməti A hasildir. Ən böyük qiymətini bu arada unutmayaq ki, A, B, C də bir-birindən fərqli ədədlərdir. A-nın ən böyük qiymətini 24 götürürəm. C-yə 1 yazıram. 24 vur 1, 24 eləyir. A-nı tapdım buradan. Digər tərəfdə də B və D ədədlərinin cəmini 15 verir. Mən bunu 14-1 götürə bilmərəm. Əslində 14-1 götürsəm daha böyük qiymət alaram, amma götürə bilmərəm. Çünki mənə deyir ki, A, B, C, D ədədləri fərqlidir. Bir-birindən fərqlidir. Ona görə 13-2 variantıdır. Ondan sonra 13-2 variantını yazandan sonra 13-ün üstünə də 2 gələndə 15 eləyir və 13-ün ən böyük qiymətini də yazdıq, tapdıq. Çünki bizdən cəmin ən böyük qiymətini istəyirdi. Toplayırıq 24 ilə 13-ü 37 eləyir. Deməli, cəmin ən böyük qiyməti 37-dir. Variant A. 8-ci suala keçirik. 8-ci sualda bizə 7 rəqəmli bir ədəd verib və deyir ki, burada onun A və B rəqəmlərinin cəmi 8 olacaq. Bu ədədin ən böyük qiymətini istəyir. Ədəd nə vaxt ən böyük olur? Onun ilk rəqəmini biz ən böyük götürsək. Cəmdən də 8-0 yazsam əgər, ədəd ən böyük olacaq. 0 da yaza bilərəm də. Çünki 0 rəqəmdir də. B-nin yerinə 0 yaza bilərəm. 0 yazdım. Oldu 8-0. Cavab B variantı. Davam edirik. Nömrə 9-la. Nömrə 9-da deyir ki, hansı 5 rəqəmli ədədi yuvarlaqlaşdırsan 35.600 ədədini alarıq.
Bundan bizdən də ən böyük qiyməti də istəyir, ən kiçiyini də istəyir. Deyir, ən kiçik elə bir ədəd götür ki, onu baxım hansı mərtəbəyə, yüzlüklərə qədər yuvarlaqlaşdıranda 35600 ədədini alasan. 2 dənə ədəd götürməliyik. Biri ən böyük olmalıdır, biri ən kiçik olmalıdır. Ən böyüyü 35649-dur ki, yuvarlaqlaşdırsaq bunu 35600 eləyir. Çünki yuvarlaqlaşdırmanı xatırlasaq nə edirdik? 6-dan sonraki ədədə baxırdıq. 5-dən kiçik olarsa bu rəqəm, 5-dən kiçik olarsa onda olduğu kimi qalırdı və bunu yuvarlaqlaşdırsaq 35600 olur. Həmçinin aşağıda da yuvarlaqlaşdıranda 5 və 5-dən böyük rəqəm yazıldığı üçün bir vahid artırırıq və olur yenə 35600. Bu ədədlərin fərqini istəyirdi bizdən. Cavab D variantı 99. 10-cu sualda A-nı 3 dəfə özünə vurublar. A-nı vurublar özünə 3 dəfə. 12 üstü 3 alıblar. Deməli, bu A özü elə 12-dir də. Çünki biz necə yazırdıq? Neçə dəfə özünə vurmuşdusa, onu götürürdük, qüvvətin üstündə yazırdıq. Məsələn, bu tərəfdə yazdım. Ta ki 8-in kvadratı nə idi? 8 vur 8, 2 dəfə bir-birinə vururduq. Bu da onun kimidir. A-nı tapdıq 12. A-nı 12 tapandan sonra keçirik aşağıya. Aşağıda da yazıb 7 vur 7 bərabər 7 üstündə B. 7 üstü neçənin 7-ni bir-birinə vurur? 2 dənə vurublar. Onda B olacaq 2. A və B ədədlərinin cəmini istəyirdi bizdən. 12 üzərinə gəlsin 2. 14 C variantı. 11-ci sualın həlli izahını belə vermək olar. Mən bir dəfəlik cavabı yazmışam, amma şifahi sizə izah edeyim. Deyir ki, bizim 4 dənə kartımız var. Hər iki üzündə də müəyyən ədədlərin kvadratları yazılıb. Və deyir ki, bir dənə kartı götürdün. Onun hər iki üzündəki ədədləri toplasan, yenə hər hansı bir ədədin kvadratını alarsan. Məsələn, 3 kartını götürürəm. 3-ün kvadratı yazılan kartı götürürəm. 3-ün kvadratı 9-dur. 9-un üstünə mən 4-ün kvadratını gəlsəm, yəni 16-nı gəlsəm, 25 eləyir. 9-un üstünə 16 gəlsəm, 25 eləyir və bu da 5-in kvadratıdır. 5-in kvadratını aydın oldu. Yəni, hər iki üzdəki ədədlərin kvadratları ki var, onları toplayanda yeni bir dənə ədədin kvadratını alırıq biz. İndi deyir ki, aşağıdakı kartlardan hansını götürə bilmərik? Digər üzlər var, bizim görmədiyimiz üzlər. Aşağıdakılardan deyir, hansı ola bilməz? A variantı ola bilər. Çünki A variantı birinci karta uyğun gedir. 3-ün kvadratı ilə 4-ün kvadratını toplasaq 25 alırıq. Bu da 5-in kvadratıdır. Sonra B variantı da ola bilər. Çünki 6-nın kvadratı ilə 8-in kvadratını toplasaq, yəni 36 ilə 64-ü toplasaq 100 eləyir. 100 də 10-un kvadratıdır. Deməli, B bəndi də 6-nın digər üzüdür. Keçirik D variantına. D 12-nin kvadratıdır. 12-nin kvadratı 144'dür. 5'in kvadratı da 25'dir. 144 ilə 25'i toplayanda 169 alınır. 169 da 13'ün kvadratıdır. Yəni, bu da bir ədədin kvadratı alındı. Deməli, A, B, D variantları ödədi. Amma onun kvadratı C variantı ödəmir bu şərtdə. Ona görə cavab C variantı olur. 12-ci sualda 7 rəqəmli bir ədəd verilib. Burada da deməli 3 bucaq, kvadrat və yenə 3 bucaq. Bunlar da rəqəmləri göstərir bizdə. Və deyir ki, onların mərtəbə vahidlərini hasili şəklində yazırdıq biz. O şəkildə yazıb toplasaz, alacaqsınız 70407. 3 bucaq ən axırdan başlayırıq da. Təkliklər mərtəbəsindədir deyə 1-ə vurdum, elə özünü yazdım. Gəldim kvadrata. Kvadrat yüzlüklər mərtəbəsindədir deyə 100-ə vurdum, yazdım. Növbəti 3 bucaq 10 minliklər mərtəbəsində deyə 10 minə vurdum, yazdım. Bunların cəmi 70407-yə bərabərdir deyə buradan 3 bucağı 7 alırıq. Kvadratı da mərtəbələrinə baxırsınız da. Kvadratı da 4 alırıq. Bizdən də bunların fərqini istəyir. Deyir 3 bucaqdan kvadratı çıx, 7-dən 4-ü çıxırıq, 3 alınır C variantı. Keçirik 13-cü suala. 13-cü sualda əslində çox sadə sualda uzun-uzadı verilib. Bir ABC ədədini bu hissəyə baxın. ABC ədədini 23-ə vurub bunu alıblar. Hansı ədədi 23-ə vursaq 8648 alaraq. Bunu tapmaq üçün biz 8648-i 23-ə bölürük. 23-ə bölsək 376 alırıq. Deməli 376 bizim ABC ədədimizdir. Və burada ABC ədədinin rəqəmlərinin cəmini bizdən istəyirdi. Cavab 16. Yəni D bəndi. Keçirik 14-cü suala. 14-cü sualda bu yoxlama üsuludur. X-i 7-yə bölüblər. Qalıq 2 qalıb. Qalıq 2 qalıb. X-i, yəni X eyni bir ədəddir. Onu 4-ə bölüblər. Qalıqda 1 qalıb.
Məlum məsələdir ki, x-i 7-yə bölsək daha kiçik ədəd alırıq. Nəinki 4-ə bölsək. Məsələn, 10-u götürün tutaq ki. 10 deməyək, məsələn, 14 götürək. 14-ü 7-yə böləndə 2 alırıq, amma 4-ə böləndə 3 alırıq. Yəni qismətimiz 4-də daha böyük olur. Deməli, A B-dən kiçikdir. Bu şərti yazandan sonra bizə deyir ki, A ilə B-nin cəmi 14-dür. Cəm 14 isə seçmə üsulu ilə 1, 13, 2, 12, 3, 11, 4, 10. Bunları yazırıq bir-bir ta ki 5, 9-a kimi. 5, 9-da artıq cavab alınır. Yəni A5, B-də 9 olsa, o zaman x-i tapa bilərik. Məsələn, A5-dirsə, aparıb burada A-nın yerinə 5 yazsaq, 5 vur 7, 35 edir. Üstünə də 2 gələndə 37. Deməli, x 37-dir. X 37-dirsə, deyir, alınan ədədin 5-ə bölünməsindən alınan qalığı tapın da. Bizdən x-in 5-ə bölünməsindən alınan qalığı istəyirdi. X-i tapandan sonra 5-ə bölürük. 37 5-ə bölünür 7 dəfə. Qalıqda 2 qalır. Qalıq 2, cavab C variantı. 15-ci sualda deyir ki, 15-ə baxın bir dəqiqə. 6 rəqəmli bir dənə ədədi 4 rəqəmli bir dənə ədəd vurublar və deyir, hasil ən kiçik neçə ola bilər? Ən kiçik dediyi üçün mən hər bir hasili, yəni hər bir vuruğu ən kiçik götürməliyəm. Ən kiçik 6 rəqəmli ədəd 100 mindir. Ən kiçik 4 rəqəmli ədəd isə 1000-dir. Bunları bir-birinə vursam, burada yazmışam 100 milyondur. 100 milyon neçə rəqəmlidir? 9 rəqəmlidir, yəni B variantı. 16-cı sualın kitabın arxasında cavab səhv verilib, sizə də elə göndərmişəm, baxmamışam. Orada cavab A yazılıb, amma cavab C variantıdır. Qaydası da belədir. Hər birini toplayıb 5-ə böləndə cavabı alırıq. Yəni 2 üstə 18 20 eləyir, böl 5 4 eləyir, 19 üstə 21-dir, 40-dır, onu da 5-ə böləndə yenə 8 eləyir, 6 üstə 9 15-dir, 5-ə böləndə 3 eləyir, 13 üstə 22 35 eləyir, onu da ki 5-ə böləndə 7 eləyir, cavab C variantıdır. 17-ci sual şəkildir. Bizdən çatışmayan hissəni istəyir. Çatışmayan hissə bu nöqtələrin arasındakı hissədir. Bu nöqtələrin arasındakı hissədir. Çünki digər tərəfləri qeyd ediblər. Bu nöqtələrin arasındakı hissəni də birləşdirəndə 8 formasında bir fiqur alınır. Cavab A variantı. Növbəti sual 18-dir. Bir dənə kvadrat verilib bizə. Tərəflərinin 4 dənə kvadratdan ibarət. İndi burada deyir ki, bu kənardakı fiquru istəyir bizdən. Hökmən bu formada. Ya bunun fırlanmış forması ola bilməz. Məsələn, dayan, hələ bir çəkim burada. Məsələn, bu formada ola bilməz. Bu fırlanmışı. Bu formada olanı istəyir. Hökmən bu formada olmalıdır. Bu formada olması üçün biz yuxarıdan və yaxud da aşağıdan başlayaq. Fərqi yoxdur. Mən burada yuxarıdan göstərmişəm. Yuxarıdan başlasaq, mavi ilə göstərmişəm. Bir dəqiqə. Mavi ilə göstərdiyim, görürsünüzmü bunu? Bir dənə burada var. Qırmızı ilə göstərdiyim 2 dənə. Sarı ilə göstərmişəm 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. Yuxarıdan aşağıya doğru gedəndə 6 dənə var. Amma biz aşağıdan da yuxarı gedə bilərik də biz bunu. Yəni aşağıdan yuxarı gedəndə yenə 6 dənə olacaq bu. Cavab da 6 vur 2, 12. D variantı. Keçirik 19-cu suala. 19-cu sualda fiqur verilib. Bunu daha şəklini çəkmədim. Deyir, hansı aşağıdakilərin hansı onun içərisində daxil deyil? D variantıdır. Çünki onun eninə baxın. Enində neçə kvadrat? Eni 1, 2, 3, 4 dənə kvadratdan ibarətdir. En dediyim budur ya. Eni 4 dənə kvadratdan ibarətdir və yuxarıdakı bizdən verdiyi şəkil ki var, orada en maksimum 3 dənə kvadratdır. Ona görə D variantı mümkün deyil. 20-ci sualda yenə məntiqi sualdır. Burada toplayıb nəyin kvadrat olduğunu tapırıq. 42 ilə 39-u toplayanda 81 eləyir və bu da 9-un kvadratıdır. 14 ilə 11-i toplayanda 25 eləyir, 5-in kvadratıdır. 62 ilə 38-i toplayanda 100 eləyir, 10-un kvadratıdır. 18 üstə 18 36 eləyir, 36 da 6-nın kvadratıdır. Cavab B bəndi. Keçirik 21-ci suala. 21-ci sualda bunu yazmamışam. B variantıdır. Bunu burada uşağın yerinə necə deyim sizə, özünüz təsəvvür edin. Yan tərəfdən ona baxırsınız, yan tərəfdən görünüşünü istəyir. Və onun duruşuna baxın, uşağın durmağına. Yəni sağ qolu sizə tərəfdə də düzdür, sağ qolunu görürsünüz. Sağ tərəfdə bir dənə çıxıntı var. Yaşıl kub sağ tərəfə çıxıntıdır. Sağ tərəfə çıxıntı da B variantıdır. B bəndi. Şəkil çəkimdə belə bir şeydir. Dayan bir dəqiqə.
Bax, belə bir fiqurdur. 3 dənəlik kub var. Bir dənə də yan tərəfə çıxıntı var. B bəndidir cavab. Davam edirik 22-ci sualla. 22-ci sualda bizə deyir ki, Səmranın dayısı onun ilk ad günündən başlayaraq hər növbəti ad gündə ilk ad gündə 1 manat verir. İkinci yaş günündə əvvəl verdiyindən 2 manat çox 2 dəfə çox verir daha doğrusu. Vurursan 2-yə. Üçüncü yaş gündə artıq 4 manat verəcək. Dördüncüsündə 8 manat, beşincisində 16 manat çox verəcək. Yəni 16 manat vermir ha, 16 manat çox verir. Deməli 32, 64 belə hamısını yazırıq ta ki 10 yaşa qədər. Bizə deyir ki, bəs bu dayı Səmraya Səmaya nə qədər pul verir? Bütün 10 yaşına kimi ya. Hamısını istədiyi üçün təqribi bizdən bunun cəmini istəyir, özü təqribi istəyir ki, əlbəttə təqribi istəyə bilər. Əslində toplaya da bilərsiniz, fərqi yoxdur onun. Toplasaq da elə təqribi görürük ki, bu 1000-ə yaxındır. 1000-ə yaxın bir ədəddir də, çünki digər variantlar kiçik qalır. 100-dür, 500-dür, 20-dir, çox kiçik qalır. Orada böyük olan bir dənə A variantıdır. Əgər ki, rəqəmlər hamısı 1000 civarında olsa, onda toplayarsınız hamısını. Təqribi dediyi üçün toplamırıq. C variantına gəlirik. Cavab A variantı oldu burada bu arada. 23-cü sualda C variantıdır. Üstdən görünüş istəyir bizdən. Bilirəm o silindirdə çaşmısınız, yan tərəfdəki silindirə. Ümumiyyətlə silindrə biz üstdən baxsaq, onu düz kvadrat deməyim, düz bucaqlı formasında görərik. Yəni indi silindrin uzunluğundan, hündürlüyündən daha doğrusu asılı olaraq dəyişir də bu. Ona görə də cavab burada 23-də C variantı olacaq. C bəndi. Yuxarıdan baxış istəyir bizdən, üstdən baxış. Keçirik 24-cü suala. 24-cü sualda bu tip belə cədvəl verilib. Bu cədvəldə sual işarəsini istəyir bizdən tapmaq. Hasildir. Nəyin hasildir? Göstərim sizə. Deməli, baxın, bu. Hamısını bir-birinə vursan, bunu alarsan. 3 vur 3 vur 3 vur 1 eləyir 27. Həmçinin digər tərəfdə də bu şərt ödənir. Amma biz indi tapmalıyıq sual işarəsini. Sual işarəsi üçün yazacağıq 6 vur 4 vur 2 vur 1 cavab edir 48. Yəni D bəndi. Davam edirik. E, 25-ci sualda yenə buna aid keçən sınavda var idi. Bu ardıcılığı tapmalıydıq. Birinci sualları hamısının şərtini köçürtməmişəm. Bir dəfəli cavabı yazmışam. Siz özünüz baxın göndərdiyim şəkildə. İlk hərflərə baxsaq 2 dənə T, 2 dənə K var, bir dənə I var. Və bir dənə fiqur burada dairədir. Deməli, I dairədir. I dairədirsə, I ilə başlayan bir dənə söz var və dairə ilə başlayan bir dənə simvol var. Ona görə elə dairə, kvadrat, üçbucağı yazandan sonra avtomatik biz K-nı da tapırıq. Yəni, istəyirsiniz daxilində yazın, göstərin. Bu I-dir. Bir dəqiqə. Bu I-dir. Bu K'dır, bu T'dir. Ondan sonra bizdən T, I, K'nı istəyir. T üçbucaqdır, I dairədir, K kvadrat və ya düzbucaqlıdır, nəsə oradan. Cavab D variantı 25-də. 26-cı sualda bizə dairə, üçbucaq və kvadratın cəmini verib. Deyir 19-dur. Əgər 19-dursa, onda biz alt-alta toplayanda belə edirdik də. Bununla bunu toplasaq, 3-ünü də toplasaq 19. 9 yazdım, 1 yadda. Yenə topladım, yenə 19. 1 yaddan vardı. Üstünə gəldim 20. Bu dəfə 2 yadda. 0 yazdım, 2 yadda. Yenə bunları toplayıram. 19, o da 2, 21. 1 yazdım, yenə 2 yadda. Yəni, belə yazmayayım. 2 yadda. 6 üstə 7 üstə 8 eləyir 21. Üstünə də 2 gələndə 23. Bu qədər. D variantı. Yəni 23109. Keçirik 27-ci suala. 27-ci sual rahat sualdır. C variantıdır orada. 28-də belə deyim də, bu 27-ci sual görməklə bağlıdır. Bunun konkret izahı yoxdur. Tin hissəsindədir. Tin hissəsində bir dənə C variantı uyğun gəlir. 28. 28-də A bəndidir. Nəyə görə A bəndidir? Deyir, aşağıdakılardan hansını biz bura yerləşdirə bilərik? Buna hərflərin sayı kimi baxıblar. Yəni 9 dənə burada dama varsa, 9 dənə də baxım elə. 3, 6, 7, 8 dənə dama var. 8 dənə dama varsa 8 hərfli bir söz yazmalıyıq biz ora. Cavab A variantıdır. Sonra bəzən çaşa bilərsə burada baxım görün başqa variant uyğun gəlir. Xeyr, gəlmir. Elə A variantıdır burada. 29-cu sual. 29-cu sualda deyir ki, bugün bazar günüdür. Yəni həftəni artıq bitiririk.
Deyir 1 il sonra. 1 il sonra günü 1 ilin neçə gün olduğunu verib bizə. 365 gündür. Onda mən həftənin 7 günü varsa 365-i bölərəm 7-yə. Baxaram görüm mənə neçə dənə həftə tam ötür. Böləndən sonra alıram ki 52. 52 dəfə bölünür, amma qalıq 1 qalır. Yəni 52 dəfə biz həftəni yenə tamamlayarıq. Amma 1 qalır. O 1 də düşəcək bizim bazar ertəsinə, yəni birinci günə. Cavab D bəndi birinci gün. Davam edirik. 30-cu suala gəldik. 30-cu sualda KLM-i 37-yə vurub 2K, 2M bu formada bir ədəd alıblar. 7-ni hansı ədədə vuranda, hansı ədədə vursaq, yenə 10-la bitən bir ədəd alarıq. Bu 5-dir bir dənə. 7-ni 5-ə vuranda 35, yəni 5-lə qutarır. 5 yazdıq, 3 yadda. Sonra 7-ni neçəyə vur? 3 yaddadır, bura gəlib 5 olub. Onda mən bu 5-dən 3-ü çıxıram, 12. 12 aldım. Deməli 7-ni elə vuranda 2 ilə qutaran bir cavab, 12 deməyim, 2 ilə qutaran bir cavab alıram. 7-ni elə vuranda. Bu 6-dır. Yeganə bir dənə hal var ki 6-dır. 6 dənə 7 42 eləyir. Yazdım elin yerinə 6. 6 dənə 7-miz 42. Üstünə də bu yadda qalan 3-ü gələndə 45. 5 yazdılar. 4 yadda qaldı. İndi 7-ni K-ya vuranda eyni rəqəmlər alınır. Təsəvvür edin ki, K-ya vursaq eyni rəqəmlər. Bu 1 ola bilər. 7-ni 1-ə vuranda 7. Üstünə də 4 gələndə eləyir 11. K, L, M bu qaydada tapırıq. Bu qaydada tapandan sonra K plus L plus M istəyir bizdən. Bunların cəmi də cavab edir 12, variant A. Bu qədər.